Axşamı xeyir uşaqlar. Bugünkü mövzumuz cümlə özləridir. Cümlə özləri cümlədə müəyyən bir sintaktik suala cavab verən, bir-biri ilə həm qrammatik cəhətdən, həm də leksik cəhətdən, məna cəhətdən bağlı olan sözlərə və ya söz birləşmələrinə deyilir. Cümlədə elə sözlər ola bilər ki, həmin sözlər cümlə üzvü sayılmaya bilər. Bunlar da hansılardır? Kitablar, ara sözlər. Çünki bilirik ki, bunlar başqa sözlərlə qrammatik cəhətdən əlaqəyə girmir. Ona görə də onlar cümlə üzvü sayılmır. Biz bilirik ki, artıq cümlə üzvləri həm əsas niksəsi ilə ifadə olunur, həm də söz birləşməsi ilə. Belə bir nümunəyə baxaq. Sənin kitabın məndədir. Məndədir xəbər. Nə? Sənin kitabın mübtəda. Mübtədamız oldu söz birləşməsi. Amma bu mübtədanın, bu birləşmənin tərkibində sənin əvəzlik də var, kitabın da isim var. Gördüyümüz kimi bunlar ayrı-ayrılıqda cümlə üzvü olmadı. İkisi bir yerdə cümlə üzvü oldu. Yəni bir sual cavab verdi. Ona görə də cümlə daxilində bir götürüldü söz birləşməsi kimi. Bir də uşaqların bir sualı da var ki, bax belə testlərə düşür tez-tez ki, hansı cümlədəki sözün sintaktik sualı ilə morfoloji sualı eyni deyil. Bu nə deməkdir? Baxın, bilirik ki, ismin sualı kim, nə, haradır. Və bilirik ki, bütün material adları isimdir. Qızıl, gümüş, yun, kətan, pambıq, ipək və s. İndi mən desəm ki, ipək, sual verərik ki, nə ipək? Bilirik ki, isimdir. Amma desək ki, ipək şal, bax cümlənin bu birləşmənin daxilində sual dəyişdi. Necə şal? Hansı şal? Morfoloji sualı nə idi? Sintaktik sualı oldu. Hansı? Necə? Sifətin sualı oldu. Və yaxud da bilirik ki, sifət ismi yerinə keçə bilir, saydı ismi yerinə keçə bilir. 5-ci sinif desəm, 5-ci saydı hansı sinif olacaq? Amma 5-cilər desəm, sual dəyişdi oldu kim? Cümlə daxilində sual dəyişə bilər. Morfoloji sualı öz sualıdır, hansı niksəsidirsə onun sualıdır. Sintaktik sualı isə cümlə daxilindəki sualdır. Bax, bunu unutmayaq. Bu qədər.